Tataristanın paytaxtı Kazan şəhərində keçirilən BRICS Sport Games Kazan 2024 beynəlxalq multidman oyunlarından mübarizə davam edir. Yarışa qoşulan judoçularımız 3 medal qazanıb. Hər 3 medalın əyarı bürünc olub. Qadınların mübarizəsində 70 kiloqramda yarışan Südaba Axayeva 3-cü yeri tutub. 78 kiloqramda mübarizə aparan Nərmin Əmirli ilə 70 kiloqram çəkidə çıxış edən Nigar Süleymanova isə yarışı 5-ci pillədə tamamlayıblar. Kişilərin yarışında isə 60 kiloqramda Hüseyn Allahyarovla 66 kiloqramda Rəşad Yelkiyev fəxri kürsünün 3-cü pilləsində yer alıblar. 73 kiloqramda yarışan Nəriman Mirzəyev isə oyunları 5-ci pillədə başa vurub. Kazanda Koreş güləşi üzrə də yarışlar keçirilib. Azərbaycan idmançıları bu növdə 4 medal qazanıblar. 60 kiloqramda Ali Hüseynovla 80 kiloqramda Mehdi Hacıyev fəxri kürsünün ilk pilləsinə yüksəliblər. 70 kiloqramda Cəsur Mehdiyev və 90 kiloqramda Abdullah Şərif isə 3-cü olublar. Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 24-ə yüksəlib. Komandamızın hesabında 6 qızıl, 5 gümüş və 13 bürünc mükafat var.